Salam Rüya, hər vaxtınız xeyir olsun. Bəli, sizin də qeyd elədiyiniz kimi artıq identifikasiyası olmayan heyvanların bazarlara girişinə məhdudiyyət tətbiq ediləcək. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bəs qərarın həyata keçirilməsində məqsəd nədən ibarətdir? Nəticədə nəyə nail olmaq planlaşdırılır? Elə bütün bu detalları öyrənmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə yollandıq və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin rəhbəri Yavər Məmmədov bizlə canlı bağlantıdadır və detalları ondan eşidəcək. Salam Yavər bəy, sizdən eşidəcək detalları buyurun. Demək, heyvan bazarları heyvanların sıx toplandığı və yolxucu xəstəliklərin yayılması üçün yüksək riskli ərazilər hesab olunur. Bu cür məkanlarda baytarı sanitariya norma və qaydalarına əməl olunmaması, baytarı nəzarəti tədbirlərinin effektiv şəkildə təşkil edilməməsi epizodoloji vəziyyəti nəzarətdən çıxarda bilər və bu da ölkə iqtisadiyyatına ciddi zərbə vura bilər. Bu baxımdan həmin ərazilərdə, yəni heyvan satışı bazarlarında baytarı nəzarəti tədbirlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bildiyiniz kimi bazarlarda mövcud olmuş infrastruktur qeyri-qənaətbəxş idi. Buna görə də onların fəaliyyəti dayandırıldı və onların qarşısında heyvan bazarlarına dair baytarlıq sanitariya norma qaydalarının təsdiq edilməsi haqqında Qida Təhlükəsizliyi Agentliyinin 50 saylı kollegiya qərarının tələblərinin icrası əsas şərt kimi qoyuldu. Bazarlar yeniləndi və mövcud infrastruktur düzəldildi və bundan sonra onların fəaliyyəti bərpa olundu. Yəni qərarların icrası tam şəkildə təmin edildi. Hazırda mövcud və yenilənmiş infrastruktur baytarlıq nəzarəti tədbirlərinin, yəni bazarların girişində baytarlıq nəzarəti tədbirlərinin tam şəkildə təşkil edilməsi üçün əlverişli bir şərait yaradıb. Məhz bu baxımdan da biz belə qərara gəldik ki, heyvan bazarlarının girişində baytarlıq nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün identifikasiya tələbi qoyaq və beləliklə heyvan bazarlarının girişində identifikasiyası olmayan heyvanların bazara daxil olmasına məhdudiyyətlər tətbiq olunacaqdır. Buradan da üzümümən heyvan mülkiyyətçilərinə, sahibkarlara və heyvan satışı bazarının iştirakçılarına olaraq deyirəm ki, müvafiq tədbirlər görsünlər və əmin olsunlar ki, bazara gətirdikləri heyvanlar identikləşdirilib. Təşəkkür edirik Yavər bəy, çatdığınız detallı informasiyalara görə və belə bir daha vurulamaq istəyir ki, məsələn, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən rəsmi açıqlama gəlmişdi ki, identifikasiyası olmayan heyvanların artıq bazara daxil olmasına məhdudiyyət tətbiq olunacaq və elə bundan çıxış eləyərək də həmin detalları sizlə bölüşməyə çalışdıq. Hələ ki, bizdə son informasiyalar bu qədər idi. Sözü yenidən sizə ötürürük.